وعلى أهل بيته الطيبين الطاهرين سيما بقية الله في الأراضين بهم نتولى ومن أعدائهم نتبرأ إلى الله ولعنة الله على أعدائهم أعداء الله إلى يوم لقاء الله. أما بعد عباد الله أوصيكم ونفسي بتقوى الله. قال أمير المؤمنين عليه السلام إن للتقوى علامات الخوف من الجليل والعمل بالتنزيل والقناعة بالقليل. Hər şeydən əvvəl və hər sözdən öncə həm özümü və həm siz əzizləri təqvaya dəvət eləyirəm. Əmir el-Müminin əleyhissalam təqvalı insanların sifəti barəsində neçə dənə söz buyurub. Həzrət buyurur, təqvalı insanların əlamətləri, sifətləri budur ki, onlar Allahdan çəkinərlər, Allahın əmrlərini yerinə yetirib, nəhiylərindən çəkinərlər. Qur'anın ayələrinə əməl eləyərlər və onlar aza qənaət eləyərlər. Təqvalı insanların sifətlərindən Həzrətin saydığı mən neçə müşəxxəsatı siz əzizlərə istədim, çatdırım birinci xütbədə. Yenə də Əmir el-Müminin əleyhissalamdan sual elədilər. Dedilər, ya Əli, asimanlardan ağır nədir? Göydən ağır nədir? Yer üzündən geniş nədir? Dəryalardan ehtiyatsız nədir? Və daşdan möhkəm nədir? Oddan yandıran nədir? Buzdan soyuq nədir və zəhərdən acı nədir? Bu sualları Əmir el-Müminin əleyhissalamdan sual elədilər. Həzrət onlara cavab verdi. Birinci sual bu idi ki, ya Əli, göylərdən ağır nədir? Həzrət buyurdu, göylərdən ağır odur ki, insan bir günahsız şəxsə töhmət vursun. Onun ağırlığı, onun çətinliyi Allahın nəzərində göylərdən ağırdır. İnsan bir günahsız kəsə töhmət vursun. Yer üzündən geniş, Həzrət buyurdu, yer üzündən geniş haqqıdır. Haqq yer üzündən genişdir. Bütün dünyanı əgər müqayisə eləsək, haqqın genişliyi daha da artıqdır. Sadəcə olaraq insanlar bu haqqa riayət eləmədiyinə görə biz elə bilirik ki, zülm haqqıdan artıqdır, genişdir. Xeyr, Əmir el-Müminin əleyhissalam buyurur ki, haqqın dairəsi yer üzündən artıqdır. Dəryadan ehtiyatsız, dəryalardan ehtiyatsız nədir? Əmir el-Müminin əleyhissalam buyurdu, dəryalardan ehtiyatsız bir insanın ki, qani bir insan ki, ona çatan ruziyə qane olur, bəs eləyir o ruziyə, onun qəlbidir. Yəni, insan əgər ona verilən neymətə, ona verilən ruziyə, fərq eləmir, hər nə olur olsun, sağlamlıq olsun, ruzi tək elə yemək, içmək, pul deyir. Qane olsa, onun qəlbi dəryadan ehtiyatsızdır. Amma o adam ki, yox, qane deyir, bütün dünyanı da versin ona, heç doymayacaq. Heç doymayacaq. Allah rəhmət eləsin, İmam Xümeyni rəhmətli bir söz, bəlkə bir 40 il bundan qabaq, o vaxt mən radioda eşitmişdim. O rəhmətli buyururdu ki, siz elə bilirsiniz ki, bu istismarçı ölkələr ki var. Məsələn, buradan bir torpaq alır, oradan bir şəhər alır, oradan bir ölkəni öz hesabına keçirdir. Onlara siz elə bilirsiniz, bütün dünyanı versiz doyacaqlar. Yox, onlara bütün dünyanı da versiz. Deyəcəklər, görəsən, o biri qalaktikalarda nə var?
Görəsən ayda, görəsən Merrixdə, görəsən nə bilim, o biri yerlərdə nə var? Onlara əl atıcılar. Doğrudan da insan, qani olmayan insan o cürdür. Nə qədər də qazanır, gözünün qabağında da görürsünüz bizim bu həm yaşadığımız ölkədə, həm yaşadığımız zamanədə görürsünüz ki, onlar ki, qane deyirlər və öz niyyətlərinə çatmaq üçün də hər şeyə nədirlər? Hazırdılar və hər cinayətə hazırdılar. Həzrətdən soruşdular, daşdan möhkəm nədir? Əmir əl-Müminin əleyhissalam buyurdu, daşdan möhkəm münafiqin qəlbidir. Münafiq insanın qəlbi daşdan möhkəmdir. Və Quranda da Allah təbarək və Teala Həzrəti Musanın hadisəsini Bəni İsraillə danışanda orada işarə eləyir. Buyurur ki, bəzi daşlar var ki, onların qəlbindən su cari olur. Məsələn, gedirsən, görürsən, daşlıqdır, heç möhkəm deyil, öz yerimizdə, yurdumuzda şahid olmuşsunuz. Daşdır, qayadır, möhkəm bir yerdir, oradan su çıxır. Bumbuz bulaq suyu çıxır daşdan. Amma münafiq insanın qəlbi, o ki qəlbində nifaq var, onun qəlbinə hətta Allahın sözü təsir eləmir. Allahın sözü təsir eləmir. Allah təbarək və Teala Quranda buyurur ki, biz bu Qur'anı əgər dağlara nazil eləsəydik, dağlar o Qur'anın əzəmətindən dözməzdilər, parçalanardılar. Amma insanların qəlbi nədir? İnsanların qəlbi o ayənin, insanların, yəni münafiqin qəlbi, o ayənin müqabilində nədir? Daşdan möhkəmdir. Həzrətdən sual elədilər, dedilər, ya Əli, otdan daha da yandıran nədir? Od yandırır, biz bilirik. Od hər şeyi yandırır. Oddan yandıran, indi məsələn mən sual eləyim sizdən, oddan yandıran nədir? Bir dənə bir şey olsun ki, oddan daha da yanğısı çox olsun, daha da onun yandırmaq qüdrəti çox olsun. Nədir? Böhtanı dedim də mən. Öyle öz sözüm idi. Yox, qulaq asın. Deyin ki, bilmirəm, mən qoy cavab verim də sizə. Əmir əl-Müminin əleyhissalam cavab versin. Əmir əl-Müminin əleyhissalam buyurur ki, oddan yandıran zalim padşahdır. Zalim hakimdir. Zalim od məsələn düşər, məsələn fərz eləyə, Allah eləməsin, düşər bir yerə, bir evi yandırar, bir məntəqəni yandırar, bir məsələn zavodu yandırar. Amma zalim hakim bütün ölkəni yandırır öz zülmü ilə, öz insanlara elədiyi zülm ilə nə edir? Bütün dünyanı yandırır. Siz baxın, görün, bugün Allah tezliklə inşallah ömrünü, o rejimin, o hakimiyyətin ömrünü qısa eləsin. Amerika rejimi, bir dənə zalim padşah onun başında, zalim hakim, bütün dünyanı yandırır. Baxın, görün dünyaya, indi od o qədər yandırardı, yox, atom bombası o qədər şey eləməz, yandırmaz. Amma bu məlun nədir? Neynir? Bütün dünyanı ota çəkib. Ki Allah inşallah onun tezliklə vücudunu otla yandırsın inşallah. Və o biri zalim hakimlər də fərq eləmir. Hardadır, nədir? Zalim hakim həmişə Həzrətin sözü ilə buyurduğuna görə buyurur ki, oddan yandırıcıdır. Əmir əl-Müminin əleyhissalamdan sual elədilər, bəs buzdan və ən soyuq, zəmhərir ən soyuq bir şeyə deyərlər. Buzdan və ən soyuqdan şiddətli nədir? Şiddətli nədir? Həzrət buyurdu, ən soyuqdan da soyuq odur ki, insan öz hacətini paxıl bir adamın qabağına aparsın. Paxıl bir adam. Paxıl əlbəttə bizim ədəbiyyatda yox. Bizim Azərbaycan ədəbiyyatında paxıl gözü götürməyənə deyərlər. Simit. Bizim ədəbiyyatına simit deyək. Simit, əli bərk adamın yanına nə edəsən? Gedəsən bir hacətüvi istəyəsən, o səni dala qaytarar. Bu soyuqdan da soyuqdur.
Soyuqdan da soyuqdur. Əmir əl-Müminin əleyhissalam, əlbəttə soyuq, odla və soyuqdan söhbət düşdü. Cəhənnəmin soyuq güşələri var. Cəhənnəmdə eşitmişdiniz, soyuq da var. Cəhənnəmdə biz eşitmişik, isti var da, ən dəhşətli, yandıran, o ki, məsələn, əlbəttə cəhənnəmdə ot yoxdur, cəhənnəmdəki odu insanlar aparırlar. Zahid məni allatma, cəhənnəmdə od olmaz, onlar ki, yanırlar, odu buradan aparırlar. O öz vücudu ilə odu aparır, orada da ona görə var ki, elə cəhənnəmdə insanların öz daxilindən od qalxacaq. Quranda da Bəqərə surəsində də ayə var ki, buyurur ki, insanlar o cəhənnəmin odunlarıdırlar və o odunlar məsələn Trump kimi, Netanyahu kimi, o biri adamlar kimi də tarixdən qabaq, bizim tarixdən qabaq, bundan sonra gələnlər, onlar hamısı cəhənnəmin odunlarıdırlar. Yaxşı, cəhənnəmin odundan əlavə soyuq yeri də var. Hədisdə var ki, cəhənnəmdə elə soyuq yerlər var ki, əzab orada o cürdür ki, insan günahkar ora düşəndə bədəni soyuqdan parça-parça olacaq, tikə-tikə olacaq, parçalanacaq. Və bunu Allah təbarək və Teala deyərsən, sən odun içində necə soyuq, Həzrəti İbrahim əla nəbiyyina və alihi və əleyhissalamın hadisəsində görürsən ki, orada Allah təbarək və Teala oda dedi ki, odu ki, Nəmrud ki, atdı Həzrəti İbrahimi odun içinə, Allah oda buyurdu ki, ya naru kuni bərdən və səlama, ey od, sən soyuq olcunan Həzrəti İbrahim üçün və o sözün təfsirçilər deyirlər ki, o sözün dalıcan əgər deməsəydi səlama, salamat olcunan, sağlam saxla Həzrəti İbrahimi, od o qədər soyuq olardı ki, Həzrəti İbrahim soyuqdan nə olardı? Əziyyət çəkərdi. Soyuqdan narahat olardı. Odur ki, cəhənnəmdə soyuq yer də var ki, Allah Teala biz əlbəttə ki, oraları görməyəcəyik. Ancaq ki, eşitməyin eybi yoxdur, eşitməyin zərəri yoxdur. Bu, neçə dənə şeyi Əmir əl-Müminin əleyhissalamdan sual elədilər və Həzrət bunlara cavab verdi. Mən bu xütbənin birinci xütbədə buna qane oluram. İnşallah ikinci xütbədə də sözümün ardında yenə də siz əzizlərə neyniyəcəyəm? Əmir əl-Müminin əleyhissalam hədislərindən zikr eləyəcəyəm. Allaha and verirəm izzət-i cəlalı ehtiramı xatirinə. Allah təbarək və Teala bizim özümüzü, ailəmizi, övladlarımızı Əmir əl-Müminin əleyhissalam və onun övladlarının vilayətindən ayrı salmasın inşallah. Onlar ki, bu günləri İslama, məxsusən Əhl-i Beyt məktəbinə məkirlər eləyirlər, ondan sonra zülümlər eləyirlər, planlar cızırlar. Allah Teala inşallah tezliklə onların hamılarını zəlil-u xar eləsin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.